Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Kâle Resulullah sallallahu aleyhi ve aleyhi ve sellem. El celisus salih hayrun minel vehde. Vel vehdetu hayrun min celisis su. Ve imla'ul hayr hayrun mines sukut. Ve sukutu hayrun min imla'iş şer. Allahın Resulü sallallahu aleyhi ve aleyhi ve sellem belə buyurur. Yaxşılarla oturup durmaq tənhalıqdan yaxşıdır. Tənhalıq pislərlə oturup durmaqdan yaxşıdır. Yaxşılığı öyrətmək sükut etməkdən yaxşıdır. Sükut etmək isə pisliği öyrətməkdən yaxşıdır. Gözəl bir tövsiyədir, gözəl bir ibrət dərsidir bu hədis. Allahın Resulü buyurur ki, oturup durduğunuz insanların xasiyyətinə, xislətinə diqqət edin. Çünki pis insanlarla oturup durmaq insanları pisliyə sürükləyər. Pisliyi onun üçün adiləşdirər. Pisliklər, pis əməllər, günahlar onun üçün şirinləşər, ləzzətlənər və bir də görər ki, özü də o günaha aludə olub. Məsəl üçün bir mühitə gedirsən, görsən ki, o mühitdə kiçik günahlar adiləşib. Bir neçə dəfə o mühitin içərisində oturandan sonra o sənin üçün də adiləşir. Və görürsən ki, artıq həmən mühitdə oturub sən də rahat o günahları edə bilirsən. Hətta böyük günahlar belə. Sən qeybət olunan məclislərdə bir neçə dəfə iştirak edəndən sonra artıq insanlar özü də qeybət etməyə alışırlar. Qeybət onlar üçün adiləşir. Ona görədir bu insanlarla oturup durmaqdansa tənha olmaq daha yaxşıdır. Amma baxın, hər bir pis adam, hansısa pis vərdişlərin sahibi mümin insanlarla, güzel insanlarla birlikte oturursa, durursa, onların ənənələrinə öyrənişir, imana gəlir. Onlarla birlikte güzel işler görür. Xəsis insanlar görürsən, əli açıq, deyək ki, sədəqə verən insanların yanında oturup durursa, o da ister istemez bu vərdişlərə sahiblənmiş olur. Buyurur ki, birçok hallarda öyrədilməsi lazım olan güzel şeyləri öyrətmək lazımdır. Bu der sükut etməkdən daha çox yaxşıdır. Elə sükut eləyib oturasan, heç bir söz deməyəsən, heç bir höccət tamam eləməyəsən, heç yerdə haqqı deməyəsən, heç yerdə haqqı iblaq eləməyəsən. Bu pis əməldir. Bu anda sükut etmək bəyənilmir. Ona görə deyir ki, bu gözəl işləri görmək sükut etməkdən yaxşıdır. Amma şərri öyrətmək, deyəcəyim bir sözdən insanlar ziyan çəkəcəksə, ziyanlı şeylər götürəcəksə, ondansa sükut eləməyin yaxşıdır. Yalan danışacaqsansa, yalandan bəhanələr gətirəcəksənsə, şər atacaqsan, böhtan söyləyəcəksən, iftira yaxacaqsansa, onda danışmamağın daha yaxşıdır. Allahın Resulü bunu ilə cəmiyyətin xəstə təbəqələrinin necə müalicə olunmasını insanlara çatdırmış olur. Ona görə harda sükut lazımdır, harda danışmaq lazımdır, harda oturmaq lazımdır, hardan durub getmək lazımdır. Allahın Resulü buyurur ki, bu prinsiplərə riayət edərsinizsə, onda həm oturmaqdan, həm durub getməkdən, həm sükutdan, həm danışmaqdan fayda ala bilərsiniz. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.